Yahudilerin bir muqaddas şambası günündə İsa xörək yemək üçün Farisi firqəsinin bir beygi evinə getdi. Onlar diqqətlə İsa'yı göz altına qoymuşlardı. Ona ki İsa girdi ki nəng qonaqlar məclisin başında otururlar, onlara bir məsəl çəkdi və dedi: Bir sene bir toy cəşninə qonaqlayanlar məclisin başında oturma. Çünkü şad bir senden adusanlıtər adam ora qonaq olmuş ola və toy ayası ki sizin ikinizi de qonaqlamış gələk o sənə deyə ez yerin bu ağaya ver. O zaman sen xicil məclisin aşağısında oturun. Bəlkə bir yerə qonaq olanlar ged o məclisin aşağısında otur. Ta qonaqlıq ayası gələndə sənə deyə yollaş buyur başda otur. Ona var səniylə sofra qərağına oturanlar gezid əminə icələnərən. Çünki hər kəs ki ezini icələdə alçaq olar, amma hər kəs ki ezini alçaq edə icələnər. Ondan sonra İsa məclis ayasına da bunu dedi: Şam ya da qonaqlıq verəndə ez yollaşların ya kakaların ya qomxişlərin ya da varlı qonşuların qonaqlama. Ta etmiye ki onlar da səni qonaqlayarlar o belə sən ez işin əvəzini alayın. Bəlkə qonaqlıq verəndə yoxsulları, fələcləri, ağsaqları و körləri qonaqla ki aqibət xeyr oların. Çünki onlarda bir zat yox ki sənin əvəzin verərlər və sən ez işin əvəzini salihlər diriləngin aların. İsa ilə sofra qərağına oturanların biri bu sözləri eşidəndə dedi: Xoş o adam halına ki tarı padişahligine çirəgiyə. İsa da bu məsəli çəkdi. Bir kişi bir bey qonaqlıq verdi o çox adamları qonaqladı. Şam yemək vaxtında neykarını dəvətlilər quluncuna yolladı. Ta onlara deyə buyurunuz varizat amadadır. Amma hər biri bir man gətirdi. Birisi dedi: Mən bir əkin yeri almışam و gedəsim oraya girəm. Xahiş edirəm məni bağışla. O birisi dedi: Mən 5 cüft qamış almışam, inne də gedəsim onları imtihan edəm. Xahiş edirəm məni bağışla. Bir dahası dedi: Mən taza eylənmişəm. Bu səbəriyə də gələ bilmirəm. Pa o neykar geri dönüyor varizade از اربابına tərif etdi. Ərbab da əsəbani oldu و neykərə dedi: Tez ol, şəhrin کوچه pəs کوچələrinə ged o hər nə ki yoxsul, fələc, kor و axsaq adam var yığ gətir bura. Ondan sonra neykər dedi: Aqa, əmr etdiyin zadı yerinə yetişdirdim amma hələ də yer var. Ərbab o neykərə dedi: Get, bütün yolları و kəpərləri gəz و اصرار et ta adamlar mənim evimə gələrlər ta evim dola. Sizə deyirəm, o dəvətlilərin heç biri mənim qonaqlığımın xörəkisindən dadmazlar.